Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Sərhəddən təcili xəbər, dəhliz açılır, sənədlərin hazırlanmasına başlanıldı. Müharibə anonsu, Ermənistan seçim qarşısında Azərbaycan üçün tarixi şans və risk. Ermənistan tezliklə ABŞ ilə Tramp marşrutu üzrə saziş imzalaya bilər. Rusiya ilə Ermənistan mürəkkəb münasibətlərə malikdir, Lavrov açıqladı. ABŞ və Ermənistan arasında Tramp marşrutu layihəsi üzrə hökumətlərarası sazişin hazırlanması son mərhələdədir və İrəvan onu mümkün qədər tez imzalamağa çalışır. Telegraf xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib. Paralel iki proses baş verir. Ərazidə tədqiqat aparılır, dəmir yolu stansiyaları kimi bəzi infrastrukturun təmiri artıq istisna edilmir və dövlətlərarası müqavilənin yekunlaşdırılması üçün hüquqi işlər görülür. Biz bunu mümkün qədər tez, de jure imzalamaq istəyirik ki, qüvvəyə minsin. Zarafat etmirəm, trip üzərində işlər hər gün davam edir. O, briefing zamanı vurğulayıb. Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri təkcə bu ölkədə yox, bütövlükdə regiondakı proseslərin inkişaf xəttini müəyyənləşdirəcək. Bir tərəfdə Nikol Paşinyan, digər tərəfdə Robert Köçəryan və Samvel Karapetyanın çobanlıq etmək uğrunda mübarizə apardığı revanşistlər seçki proqramlarına istinadən onları şərti olaraq sülh və antisülh cəbhəsi adlandırmaq olar. Bu cəbhələrin hansı sərfəlidir, yaxud kim qalib gələrsə, hadisələr necə inkişaf edə bilər? Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Paşinyanın 7 iyundan sonra da Ermənistana rəhbərliyi davam etdirməsi regional sülh kontekstində Azərbaycanın maraqlarına uyğundur. Belə ki, sülh gündəliyi davam etdiriləcək. Seçkidən sonra da Konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina imkanı yaranacaq. Bakının tələbləri sırasında yer alan mövcud konstitusiyanın dəyişdirilməsi reallaşdıqdan sonra yekun sülh sazişi imzalanacaq. Regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizi işə düşəcək. Hətta Qərbi Azərbaycanlıların sülh şəraitində doğma yurdlarına, Göyçəyə, Zəngəzura və digər ərazilərə qayıdışı da real görünür. Bu gözləntilərin reallaşması, sülh prosesinin yekunlaşması, Ermənistanın mövcudluğunun saxlanılması, cəmi 100 il öncə Azərbaycan torpaqları hesabına süni şəkildə yaradılmış bu dövlətin süqut etmək risklərindən xilas olması baxımından da əhəmiyyətlidir. Paşinyan bunu anladığı üçün sülhdə israr edir. 7 iyunda qutudan revanşistlər çıxarsa nələr olacaq? Köçəryan və Karapetyanın təmsil etdiyi antisülh cəbhəsi seçki proqramını qondarma arsağın dirildilməsi üzərində qursalar da, Qarabağ məsələsinin tamamilə bağlanması fonunda Azərbaycana qarşı ərazi iddiaları üzərindən hansısa risklər yaratmaq imkanları görünmür. Qarabağ iddiası ritorik müstəvidə gündəmdə saxlanıla və ya regionda geosiyasi maraqlar toqquşmasında təzyiq xarakteri daşıya bilər. Hərçənd Qarabağın ritorik olaraq gündəmdə saxlanılması da daxil olmaqla revanşistlərin proqramı sülh prosesini baltalayacaq. Hakimiyyətə gələcəkləri tədbirdə Azərbaycanla ədalətli sülh müqaviləsi imzalayacaqları vədlərindən də yeni eskalasiyanın qoxusu gəlir və aydındır ki, onların ədalətli müqavilə anlayışı Bakı-İrəvan xəttində pillə-pillə ucadılmış sülh piramidasının çöküşü deməkdir. Sülh gündəliyində yeni şərtlər irəli sürmələri prosesi tormozlayacaq. Yekun sülh sazişinin imzalanmasında əsas mane olan mövcud konstitusiyanı dəyişdirməkdən yaxud yenisinin qəbul edilməsindən imtina edəcəklər. Sərhədin delimitasiya prosesini dayandıracaq, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək, ən yaxşı halda Naxçıvana maneəsiz keçid razılaşmasından imtina edəcəklər ki, bu da kommunikasiyaların bərpasını arxa plana keçirəcək. Və bu situasiya təkcə Bakı-İrəvan xəttindəki sülh prosesini sıradan çıxarmayacaq. Eyni zamanda bölgədə yeni eskalasiya risklərini də artıracaq. Mümkün eskalasiya coğrafiyasının sərhəddə olacağı da sir deyil. Bütün bunların fonunda iyunun 7-sində Paşinyanın məğlubiyyəti, revanşistlərin qələbəsi Azərbaycan üçün riskli görünür. Hərçənd revanşistlərin qələbəsinin Azərbaycanın qarşısında yeni imkanlar aça biləcəyi məqamı da kənara atılmamalıdır. Rəsmi Bakının Ermənistan seçkilərində Paşinyanın taxtdan salınması senarisinə də hazırlıq olduğu istisna deyil. Əliyevin Zəngilanda verdiyi mesajlar bu kontekstdə təsadüfi deyildi. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq.
Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələri var və onlar hakimiyyətə gəlsə, bax o zaman Ermənistan xalqının başı dərddə olacaq. Prezidentin bu sözləri Ermənistan cəmiyyətinə mesaj xarakteri daşımaqla yanaşı, Azərbaycan rəhbərliyinin hadisələrin inkişafına adekvat ssenariyə malik olduğuna da əminlik yaradır. Əliyev məhz hadisələrin mümkün gedişatına istinadən revanşistlərin seçkidə qalib gələcəyi tədbirdə Ermənistan xalqının başının dərddə olacağı mesajını verirdi. Birincisi, revanşistlərin rəhbərlik edəcəyi Ermənistanın tərəfdaş siyasında ABŞ və Avropa İttifaqının Ukrayna bataqlığından çıxa bilməyən Rusiya və son müharibədə yarımcan olan İran əvəzləyəcək. Vaşinqton üçün kapital qoyduğu Zəngəzur dəhlizinin ümumilikdə sülh prosesinin sual altına düşməsi arzuolunmazdır. Brüssel isə İrəvan üzərindən həyata keçirdiyi regional siyasətinə risklərin yaranmasını qəbul etməyəcək. İkincisi, sülh piramidasının dağılması Ermənistanı yenidən dalan ölkə qaranlığına qaytarmaqla yanaşı, yeni eskalasiya risklərini də aktuallaşdıracaq və revanşistlərin üfüqdə aydın görünən təhdidlərinə qarşı Azərbaycanın güc tətbiqi ilə cavabı qaçılmaz ola bilər. 2020-ci ildə torpaqlarımızın azad edilməsi naminə baş verən müharibənin bu dəfə sülh uğrunda müharibəyə çevrilməsi mümkündür. Sülh uğruna müharibə romanının müəllifi Wolfun deyimi ilə yanaşsaq, yeni nizamın qurulması üçün təxirəsalınmaz səylər lazımdır. Cənubi Qafqazda da sülhə əsaslanan yeni nizamın qurmaq istəyi buna qarşı bütün mümkün risklərlə mübarizədə təxirəsalınmaz səylər tələb edir. Sülh uğruna müharibə ssenarisi Azərbaycana diplomatik masada əldə etmək istədiklərinə hərbi müstəvidə nail olmaq imkanları yaradır. Birinci, Zəngəzur dəhlizi. Ermənistanın Naxçıvana maneəsiz keçid öhdəliyi güc yolu ilə təmin edilir. İkinci, Göyçə gölünün şərq hissəsinə nəzarət imkanları praktiki müstəvidə gerçəkləşdirilir. Bala Göyçəyə nəzarət edən ordumuzun üstün mövqeyi hədəfin olduqca asan olduğunu deməyə əsas verir. Üçüncü, hadisələrin inkişafı 20-ci əsrin əvvəllərində ermənilərə verilən tarixi torpaqlarımızda ədalətin bərpa edilməsi, Ermənistanın cənubuna nəzarətin bərpa edilməsi perspektivini də yaradır. Bu senaridə ABŞ və Avropa Birliyinin sülhü təmin edən Azərbaycanın cəbhəsində yer alması gözləntisi daha böyükdür və belə görünür ki, Köçəryanın yaxud Karapetyanın revanşistlərin 7 iyun seçkilərində qalib gəlməsi Azərbaycan üçün arzuolunmazdan daha çox yeni imkanlar açan senaridir. Hətta daha unikal senari olduğunu da demək mümkündür. Tramp marşrutu ilə bağlı müvafiq sənədlər hazırlanma mərhələsindədir. Telegraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. Mehri hissəsinin ümumi dəmir yolu şəbəkəsinə qoşulmasına gəlincə, nazir xəritədə jurnalistlərə Naxçıvandan Yesarxa, oradan da şimal-şərqə və ya şimala Gümrüdən keçərək Qarsa gedən yolu göstərib. Layihənin həyata keçirilməsi üçün ayrı-ayrı hissələrin, məsələn, Yesarx və Axurikdə tikintisi də tələb olunacaq, Mirzoyan əlavə edib. Eyni zamanda Nikol Paşinyan da vacib açıqlamalar verib. Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Rusiyada xaricdə həbs olunmuş rusları qorumaq üçün ölkə silahlı qüvvələrindən istifadəyə icazə verən qanun qəbul edilməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin ölkədə 102-ci Rusiya hərbi bazasının olması ilə bağlı narahatlığına heç bir əsas yoxdur. Mənim heç bir narahatlığım yoxdur, çünki 102-ci hərbi baza Rusiya Federasiyasında qüvvədə olan qanunlardan asılı olmayaraq Ermənistan qanunvericiliyi və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir. Heç bir narahatlıq ola bilməz. Ermənistan tezliklə ABŞ ilə Tramp marşrutu üzrə saziş imzalaya bilər. ABŞ və Ermənistan arasında Tramp marşrutu layihəsi üzrə hökumətlərarası sazişin imzalanması son mərhələdədir və İrəvan onu mümkün qədər tez imzalamağa çalışır. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib. Paralel iki proses baş verir. Ərazidə tədqiqat aparılır, dəmiryol stansiyaları kimi bəzi infrastrukturun təmiri artıq istisna edilmir və dövlətlərarası müqavilənin yekunlaşdırılması üçün hüquqi işlər görülür. Biz onu mümkün qədər tez de jure imzalamaq istəyirik ki, qüvvəyə minsin. Zarafat etmirəm, trip üzərində işlər hər gün davam edir. O, brifing zamanı vurğulayıb. Rusiya ilə Ermənistan hazırda yaxın, həmçinin mürəkkəb münasibətlərə malikdir. Telegraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib. Ermənistanla münasibətlərimiz davam edir. Bu münasibətlər yaxın və müttəfiqlik xarakteri daşıyır, amma eyni zamanda mürəkkəbdir. Çünki Qərb Müstəqil Dövlətlər Birliyinin bəzi digər üzvlərində olduğu kimi Ermənistanı da yenidən öz təsiri altına salmağa çalışır, o bildirib.
Lavrovun sözlərinə görə, Qərb Ermənistanın MDB və Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticari və investisiya əlaqələrini pozmağa cəhd edir.